Hacı Taleh Bağırzadə. İffətli xanımların azad olunduğu günə qədər dayanmaq olmaz. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə həbs olunan inanclı xanımların həbs müddətinin uzadılmasına etiraz edib. O, bunu hakimiyyətin inanca qarşı planlı təxribat addımı kimi dəyərləndirərək, məsələ ilə bağlı etirazın zəruri olduğunu vurğulayıb. İnanc sahibi xanımlara qarşı başladılan bu məkirli plan, mahiyyət etibarilə hakimiyyət tərəfindən idarə olunan bir din modelinin zorla qəbul etdirilməsindən başqa bir şey deyil. Mübariz xanımların fiziki və psixoloji təzyiqlərlə üzləşdirilməsi, onların sınmayan iradə, inam və əqidələrinin bariz nümunəsidir ki, hakimiyyət bunu onlara bağışlaya bilmir. Ölkədə dini dəyərlərə qarşı yönələn addımları Zeynəb Səlamullah əleyhə ruhu ilə rədd edən bu xanımların ifşaedici mövqeyi, hakimiyyətin onlara qarşı bugün sərgilədiyi amansız davranışlarla nəticələnib. Hakimiyyət, İsrailə müsəlman qanı axtmaq üçün neft tədarük etdiyi bir vaxtda, saxlanılan mübariz xanımlar Fələstinə dəstək addımları ilə dünyaya Azərbaycan xalqının əsl istədiyini göstərmiş oldular. Bugün biz iffətli bacılarımızın qaldırdığı həqiqət bayrağını daha da ucatmalı, azadlıq carçıları üçün əlimizdən gələn hər şeyi etməliyik. İlk növbədə hər həftənin müəyyən bir gününü qeyrətli bacılarımıza həsr etməli, onların azadlığı təmin olunana qədər bu istiqamətdə birgə və ardıcıl tədbirlər həyata keçirməliyik. Beləliklə, həm hakimiyyətin həbs yönümlü addımlarına etiraz etmiş, həm də xanımların başladığı müqəddəs missiyanı davam etdirmiş olaraq. Bu işdə bütün dəyərli bacı və qardaşlarımızı fəallıq və qətiyyət göstərməyə çağırırıq. Güc və qüdrət Allahındır. Hacı Taleh Bağırzadə. Ünvaqı ciddi qapalı rejimli müəssisə. 19 noyabr 2025-ci il.